İmam Buxari rivayet edir Abdullah ibn Məsuddan. Deyir ki, ravi Abdullah, yani Abdullah ibn Məsud bize her cuma akşamı hatırlama edirdi. Ve bir kişi dedi ki, ey Abu Abdurrahman, biz senin söhbətini sevirik. Həsrəti senin danışıqlarına, kaş ki her gün bize danışardın. Dedi ki, mə yəmnə'uni ən uhaddithakum illə kərahiyətən umilləkum. Mənə sizə hər gün danışmağa mani olan yalnız sizi bezdirməkdən qorxduğumdur. İnne Resulullah sallallahu aleyhi ve sellem yetehevveluna bil mev'izati fil eyyam kerahiyetis sammeti aleyna. Peygamber sallallahu aleyhi ve sellem bize bazı günlerde muize ederdi, hatırlama ederdi, korkardı ki bezerik veya bizi bezdirməkdən çəkinərdi, istemezdi. Bakmayarak sahabeler sevirdiler onun söhbətlərini ve sözlerini arzuluyurdular, darxırdılar onun məclisi için. Çünkü sözleri əzəmətliydi, mucizeleri əzəmətliydi, xatırladırdı. Onlara ahireti, ağladırdı gözlerini. وَعَزَنَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem مُوْعِظَةً بَلِغًا. Deyir ki, İrbad ibn Sariye Peygamber sallallahu aleyhi ve sellem bize bir gün bir mucize dedi. ظَرَفَتْ مِنْهَا الْعُيُونَ وَوَجِلَتْ مِنْهَا الْقُلُوبُ. Ondan gözler yaşardı, kalpler yumuşaldı. Böyleydi Peygamber sallallahu aleyhi ve sellem. Bilirdi ne vaxt danışacaq, bilirdi ne vaxt susmalıdır. Münasip vaxt seçirdi, münasip kelimeler seçirdi. Ona göre o azametli fikre, o azametli anlayışa, o yüksek təlime dikkat edin. O ədəb ki, hansı ki sahabeler öğrenip ondan. Orta yolda olmaq dəvətdə, mülayim olmaq, nəsihətdə, şəfqətli olmaq muizədə, həris olmaq ki təsiri çox olsun. Həris olmayıblar çox danışmağa. Və məqsəd də muizədə kiməsə çox eşitdirmək deyil, qulaqların çox dinləməsi deyil, əksinə qəlbin təsirlənməsidir. Hansı ki nəfsi dəyişir, əgər təsirlənsə qəlb. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bilirdi ki qəlblər bezir, yorulur, necəsi bədənlər bezir, yorulur.